17 yaşım var, hazırlıq kursunda bir oğlandan xoşum gəlirdi. 2-3 ay olardı, o da mənə baxırdı. Dekabrın 28-i sosial şəbəkədə mənə yazdı. Yazışmağa başladıq, soruşdu ki, kursda istədiyin oğlan varmı? Mən də hə var dedim, bildi ki, onu deyirəm. Ayın 29-u kursdan çıxanda oturub birlikdə kofe içdik. Söhbət etdik, dedik, güldük, əlimi tutdu. 3 gün danışandan sonra dedi ki, əlaqəni kəsmək istəyirəm. Alınmır, elə bildim səni sevə bilərəm, amma sevə bilmədim. Məndən sənə xeyir gəlməz deyib əlaqəni kəsdi. Səhərsi gün kursda bir-birimizi gördük. Dedim, bu elədiyini yazdım bir qırağa, heç nə olmaz. Dedi ki, mən heç nə etməmişəm. Dedim, mənim duyğularımla niyə oynadın? Hələ sənə demişdim ki, tez sevib tez bağlanıram. Bu olanlara rəğmən yeni ildə təbrik yazdım. Yazdığım mesaja heç reaksiya da vermədi. Neçə gündür ağlamaqdan özümdə deyiləm. Kursda da hər kəsə deyib ki, onunla oturub heç yerdə söhbət etməmişəm. Hətta neçə dəfə sual vermişdim ki, sənin məndən xoşun gəlir. Demişdi ki, hə, niyə gəlməsin ki? Keçən il hazırlıq qrupundakı bir qızdan xoşu gəlirdi. O qızla da rəfiqə idim mən. Dedim ki, sən həqiqətən o qızdan xoşun gəlirdimi? Dedi ki, hə, danmayacam. Amma indiki ağlım olsaydı xoşum gəlməzdi. Mən də bunu təsdiqləyib, hə, lap yaxşı dedim. Amma mənim bu lap yaxşı sözümü skrin edib, rəfiqəmə atıb, rəfiqəmlə də aramı vurdu, çox çarəsizəm. Nə edim ki, rəfiqəmlə barışım, bilmirəm.